Ticarət mərkəzlərində baş verən hadisələr hər zaman xüsusi vəziyyət yaradır. Belə ki, obyektlərdə qeydə alınan yanğınlar, başqa qəza halları, eləcə də iaşə obyektlərinin şəhərin mərkəzi hissələrində yerləşməsi səbəbindən yaranan sıxlıq əhali arasında narazılığa səbəb olur. Məhz bu narazılıqların aradan qaldırılması və sahibkarların fəaliyyət mühitinin daha da təkmilləşdirilməsi məqsədi ilə yeni addımlar atılır. Bunlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda yerləşən ticarət mərkəzlərinin şəhərdən kənarda vahid bir yerə, Abşeron Ticarət Mərkəzinə cəmləşdirilməsidir. Kobiya sahibkarlarla danışıqlar apararaq ticarət mərkəzlərinin köçürülməsi istiqamətində müəyyən dəstək verir. Və bu yanaşma yüklərin daşınmasına da əlbəttə ki, ilk növbədə vaxt itkisini azaldır, logistik xərcləri optimallaşdırır və satış fəaliyyətini planlaşdırmaq üçün yeni bir imkanlar yaradır. Ən əsas məsələ bundan ibarətdir. Abşeron Ticarət Mərkəzi bu baxımdan xüsusilə əlverişlidir və bu məkana giriş-çıxış yolların genişliyi, həmçinin nəqliyyat axınının rahat yönəldilməsi və yüklərin yükləmə sahələrinin funksionallığı da hesab edirəm ki, sizlər üçün, yəni sahibkarlar üçün ciddi bir üstünlük hesab oluna bilər. Üstəlik, şəhərsalma ilə bağlı görülən işlər və sahibkarlar üçün yeni biznes imkanlarının yaradılması fonunda Yerüstü Nəqliyyat Agentliyi də bir sıra mühüm addımlar atıb. Belə ki, ticarət mərkəzlərinin paytaxtdan kənara köçürülməsi çərçivəsində Abşeron Ticarət Mərkəzinə gedən yolların genişləndirilməsi planlaşdırılır. Digər məsələ buradan gələn yollar, dövlət proqramı var, bilirsiniz, Bakı və bəlkə də bilirsiniz, Bakı və ətraf ərazilərin nəqliyyat inkişafı proqramı var, Cənab Prezident tərəfindən təsdiq olunub bu ilin yanvar ayının sonunda və burada bu ərazini birləşdirən Bakı ilə iki böyük yol nəzərdə tutulub, iki böyük dairəvi yol. Biri Sabunçu Sultəpə dairəvi yoludur, izah edeyim hardan keçir. Böyük Şor gölünün Balaxanı tərəfindən, yəni şəhər tərəfindən deyil, digər tərəfindən başlayaraq Binəqədi yolunu kəsəcək, daha sonra isə ekologiya postu dediyimiz yerdən daxil olacaq Sultəpə istiqamətinə və buradan gəlib bu yola birləşəcək. O istiqamətdən yəni axınları gətirə biləcək bura. İkinci Ziya Bünyadov dairəvi 1 yəni dairəvi yoludur. Bu dairəvi yolda Böyük Şor gölünün artıq şəhər tərəfindən başlayaraq daha sonra davam edəcək və Biləcəridən, yəni 9-cu mikrorayonun aşağısından Biləcəridən davam etməkdən gələcək avtovağzalın yanındakı Sumqayıta dönən hissəyə ora birləşəcək. Yəni bu iki dairəvi yolda axınların bura gəlib getməsini rəvanlaşdıracaq. Bu həm də əlbəttə ki, şəhərdə olan sıxlığın azalmasına da yönəlib, amma buranın da nəqliyyat təminatına müsbət təsir göstərəcəkdir. Paralel olaraq əhalinin ticarət mərkəzinə gedişinin rahat və əlçatan olması üçün ölkənin digər şəhər və rayonlarından, eləcə də Bakının daxilindən əraziyə hərəkət edən müntəzəm avtobus xətləri istifadəyə verilib. Həm şəxsi avtomobili olanların, həm də ictimai nəqliyyatdan istifadə edənlərin rahat və sürətli şəkildə Abşeron Ticarət Mərkəzinə gediş-gəlişi təmin olunacaq. Birinci məsələ odur ki, bu ərazidə artıq digər rayon, Bakının və ərazinin özünün digər regionlarla əlaqələndirilməsi üçün avtovağzal fəaliyyətə başlayıb. Təxminən bir ilə yaxındır ki, fəaliyyət göstərir, kifayət uğurlu və standartlara da tam uyğun bir avtovağzaldır, tam yenidən tikilib. Hal-hazırda 30 istiqamətli avtobuslar hərəkət edirlər. Yəni burada böyük şəhərlərimizi adlandırıram. Səlyan, Neftçala, Astara, Lənkəran, Şirvan kimi şəhərlərə avtobuslar hərəkət edirlər və dediyim kimi 30 istiqamətdə hərəkət edir və gün ərzində 115 reys baş verir. Yəni regionlardan gələn adamların bura çıxışı hal-hazırda var və biz onları artıracağıq. O istiqamətləri biz artıracağıq, yəni digər rayonlardan da açılacaq marşrutlar. Bu birinci məsələ, məsələnin birinci hissəsidir. İkinci tərəf Bakının özünün burayla əlaqələndirilməsi. Bu qısa müddətdə biz burayla 11 marşrutu əlaqələndirmişik. Yəni hal-hazırda bura 11 marşrut gəlir, daxil olur. Bu 11 marşrutda 104 avtobus fəaliyyət göstərir. Və daşıma imkanları kifayət qədər yüksəkdir. Təxminən bizim hesablamalara görə 60 mindən yuxarı sərnişini gətirib bura çıxara biləcəklər həmin avtobuslar. Sərnişin olanda əlbəttə ki, sərnişinləri də əslində burada sahibkarların fəaliyyəti yaradır. Bizim
edə biləcəyimiz onların bura rəvan gəlib çıxmasına şərait yaratmaqdır. Şəhərsalmanın yenidən qurulması fonunda atılan bu addımlar əhali ilə yanaşı tır sürücülərinin və polis əməkdaşlarının da fəaliyyətinin yaxşılaşdırılmasına kömək eləyəcək. Belə ki, hazırda paytaxta daxil olan tırlar şəhərdə sıxlığın yaşanmasına səbəb olur. Üstəlik bəzi məqamlarda tırlarda nasazlıqların baş verməsi və ya yüklərin dağılması kimi hadisələr uzun müddətli tıxacların yaranması ilə nəticələnir. Bu da həm əhalinin narahatlığına, həm də polisin iş yükünün artmasına səbəb olur. Respublika ərazisində qeydiyyatda olan 192.148 yük avtomobilindən 71.000-ə yaxını təkcə paytaxt ərazisindədir. Müşahidələr göstərir ki, yük avtomobilləri sözü gedən satış mərkəzlərinin yerləşdiyi nöqtələrdən hərəkət edən zaman normal nəqliyyat axınının təsir göstərməklə ciddi ləngimələrə, bəzi hallarda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmaları nəticəsində uzun müddətli tıxacların yaranmasına qaçınılmaz edir. Qeyd olunanlar baxımından iri satış mərkəzlərinin şəhərin mərkəzindən kənarda təşkil olunması istər yol hərəkəti təhlükəsizliyinin təminində, istər nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətində, bu nöqtələrdən regionlara, rayonlara olan daşımaların daha rahat və əlverişli təşkil edilməsində, istərsə də sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında öz müsbət töhfəsini verəcəkdir. Göründüyü kimi, Bakı daxilində yerləşən ticarət mərkəzlərinin ümumilikdə vahid mərkəzdə cəmlənməsi şəhərin strukturunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Paytaxtda yaşayış standartlarının keyfiyyəti isə daha da artırılacaq.